Salam əziz izləyicilər. Xoş gördük kanalımda. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Biz də yaxşıyıq, çox şükür. Əgər axşam vaxtı ürəyiniz çəkilirsə, yağlı nəsə bir şey istəmirsə, atışdırmalıq bir şey hazırlayıram. Buyurun, izləyin. Halal, xoşunuz olsun. Bu arada yorum yazıb like atmağı da unutmursunuz. Hələ də abunə deyilsinizsə, buyurun kanalıma keçid edərək abunə ola bilərsiniz və orada bildirim hissəsində açın ki, videolarımı yüklədikcə sizə də bəyan olsun ki, siz onlara rahat şəkildə baxa biləsiniz. Deməli bir gün biz uşaqlarla, yəni ailəvi şəkildə getdik. Uşaqlar dedi biraz gəzdirək. Səhv eləmirəmsə 8 mart vaxtı idi, nə idi? Neyse uşaqlar ürəyimiz çəkildi, acıdıq. Dedik ki bir dürüm alaq. Dürümü zakaz elədik, aldıq və uşaqlar yeyir, deyir ki ana bunun içindən heç nə çıxmır. Açdım öz dürümümü, baxdım. Deməli bir səs qanı. Onu bölüblər ortadan. Yarısını belə deyim, lavaşın içində oradan buradan belə düzüblər. 2 dilim xiyar, 2 dilim pomidor, balaca. Bolluca soğan. Düzdür, ketçup, mayonezi falan öz yerində idi. Sanki biz o 4-5 manatı biz verdik lavaşlı soğana. Yəni biz soğanla lavaş yedik də, yemək yemədik. Yəni ürəyimizi tutmadı. Əksinə çox ac olsaq da, belə deyim, o ətraflarda bizim istədiyim, bizə uyğun olan yemək yeri olmadığı üçün biz də dedik bunu atışdırmalıq alaq və sonra rastımıza çıxarsa keçib oturarıq, rahat şəkildə yemək yeyərik. Uşaqların ürəyi çəkilirdi. Amma soğanın əlindən, yəni o qədər bol soğan vurulmuşdu ki, biz o soğanın əlindən yeyə bilmədik, düzəməldi. Yəni bunu evdə hazırlamaq daha məqsədlidir və qısa yol, belə deyim də, gedəcəyimiz yola əsasən baxıram. Ona uyğun da belə bir atışdırmalıq hazırlayıram evdə və çantama qoyuram. Ürəyimiz çəkiləndə bir-iki atışdırırıq və təbii ki, restoran görəndə və yaxud da ki, hansısa bir McDonald's, hansısa bir uyğun bir ailəvi bir restoran görəndə keçib oturub əyləşib yeyirik. Yəni bu simişlikdən irəli gəlmir. Sadəcə olaraq yolda gedirik. 1 saat, 2 saat yolumuz uzaq yoldur. Bunu düzəldirib çantama qoyuram. Rahat şəkildə məsələn bir səfərə çıxırsan, yoldur, rayona gedirsən, harda yeyəsən, hər 2 dəqiqə başı da ya şofer saxlamır. Bir yerdə saxlayır, orada da elə bir şey tapa bilməzsən. Yəni bunu rahat şəkildə düzəldib yola çıxa bilərsiniz. Həm tutumludur, həm rahatdır. Yəni bilirsiniz ki, bu özünüz evdə hazırladığınız dürümdür. Düz mən buna dürüm deyirəm. Kalbasalı belə bir şey. Bunu mən səska ilə əvəz eləyirəm. Yeri gələndə kotletlə, kotleti ortadan təm bölürəm. Sırayla düzürəm. Pomidorudur, xiyarıdır. Düzdür, indi mən burada ketçup, mayonez vurmadım. Uşaqlar istəməmişdir. Amma belə yola çıxanda, eləyəndə ona mütləq şəkildə vururam ki, həm lavaşın yumşaqlığı, həm ləzzəti, həm dadı da tutumlu olsun deyə. Hamıya nuş olsun. Gələn videolarda görüşənə qədər sizi çox sevirəm. Abunə olub, like atıb, yorum yazmağı da unutmayın. Əziz izləyicilərim, sizi çox sevirəm. Görüşənə qədər.